Salam, hər vaxtınız xeyir. Bütün tələbələrə ən çətin gələn məqamlardan biri də rəssamın əsərlərini əzbərləmək olur. Mən sizə indi bir metod göstərəcəm. O metod vasitəsilə sizin əsərlər daha yaxşı yadınızda qalacaq. Demək, hər rəssamın əsərlərinə uyğun qısa bir hekayə hazırlayacağıq və o hekayə vasitəsilə əsərlər daha yaxşı yadımızda qalacaq. İndi Paul Cézanın əsərlərinə uyğun bir hekayə hazırlayaq. Demək, təsəvvürünüzdə bir mənzərə canlandırın. Həmin mənzərədə Saint Victor dağı, orada iri şam ağacı, Estak körfəzi, küçə boyunca evlər. Bu mənzərəni təsəvvürünüzdə canlandırdıqdan sonra həmin mənzərədə kart oynayanlar fikirləşin. Kart oynayanlar, o kart oynayanların içərisində qırmızı jiletli oğlan və Viktor Şokeni fikirləşin. Beləliklə, Paul Cézanın bütün əsərlərinin adlarını çəkmiş olduq və qısa hekayəmiz hazırdır. Bu metodla bütün rəssamların əsərləri daha yaxşı yadınızda qalacaq.